Misli Premyer Liqasında mövsümün sonuncu Azərbaycan derbisinə çox az qalıb. Qarabağda bu oyunun hazırlıqlarını davam etdirir. Ağdam klubu qələbə qazanacağı halda 12-ci çempionluğa doğru vacib addım atmış olacaq. Şənbə günü Tofiq Bəhramov adına Respublika stadionunda Qarabağ Neftçini qəbul edəcək. 2021-ci ildən bu yana rəqibinə məğlub olmayan Ağgöylər bu dəfə də qələbə qazanmaq niyyətindədir. İkinci pillədə qərarlaşan zirə xal itirəcəyi təqdirdə qələbə Qarabağın 12-ci dəfə ölkə çempionu tituluna yiyələnməsini rəsmiləşdirə bilər. Baş məşqçi Qurban Qurbanov komandanın durumu barəsində danışıb. O, Azərbaycan derbisinin əhəmiyyətini də vurğulayıb. Şükürlər olsun Allah, zədələrimiz yoxdur. Demək olar ki, kimin biraz mikro zədəsi var idi, hamısı bərpa olunublar. Mən belə pis deyil, hazırlaşırıq. Çox ciddi bir rəqibə qarşı və azərkeşlərimizin, ümumiyyətlə bütün futbol, Azərbaycan futbol cəmiyyəsinin gözlədiyi bir oyun. Həmişə Neftçi ilə oyunlarımız maraqlı keçib və həmişə hər bir futbolçu bu oyuna böyük bir motivasiya ilə hazırlaşıb. 53 yaşlı mütəxəssis Azərbaycan kubokundakı əsas hədəflərdən də söz açıb. Bizim üçün düşünürəm ki, çox ciddi bir oyun olacaq və özümüz də çox ciddi hazırlaşacağıq. Neftçi ilə oyundan sonra düzdür, vaxtımız biraz az olacaq, amma hər bir halda çalışırıq ki, ən azından final mərhələsində vəsqə qazanaq. Çünki yəni hər bir futbolçuya, ümumiyyətlə biz klub olaraq, məşqçi olaraq mən də titullarımızın sayını artırmaq istəyirik. Bunun üçün bir səbəb olaraq bütün hazırlığımızı düzgün proqramlaşdırmalıyıq. Komandanın üzvü Toral Bayramov qarşıdakı oyunun hazırlıqları ilə bağlı danışıb. Düşünürəm Abafa yaxşıdır, mövsüm sonuna yaxınlaşırıq. Növbəti çempionluq gəlir, istəyirik qızıl dubl eləyək. Bunun üçün çalışırıq, inanıram ki, bacaracaq. Neftçinin oyunda düşünürəm komandaya əlavə motivasiya lazım deyil. Hamı bu oyunun ciddiyyətini bilir, dərk eləyir. Düşünürəm yaxşı belə deyə hazırlıq keçmişik. İnanıram ki, oyunda bəhrəsini görəcəyik. Qeyd edək ki, Qarabağ Neftçi matçı aprelin 19-u saat 20:00-da start götürəcək. Qarşılaşma CBC Sportla canlı yayımlanacaq.